Gələn həftə parlaq zəkada baxın. Bugünkü verilişimizdə biz 19-cu əsrin Azərbaycan ədəbiyyatından danışacağıq. Zəkaların iddialı çıxışları. Rəqiblərimə uğurlar arzulayıram. Buna ehtiyacları olacaq. Bugünkü oyunda əlimdən gələn ən yaxşısını edəcəyimə inanıram. Bu gün qələbənin mənim olacağına çox inanıram. Sual yağışında islanan zəka. Deyərsən qəzetini, görərsən ləzzətini 1892-ci ildə yazmışdır əsər, ona görə onu. Yəni bu cavabı verəndə nəyə güvənirsiniz? Yaşıl yolun qaydalarına? Xeyr, sadəcə 1892-ci ildə həm də Ziyadoğlu Qacar Qarabağdan idi, ona görə Nəcəf bəy Vəzirovun məncə. Dəyişmək istəmirsiniz? Xeyr. Qələbəyə bir addım qalmış büdrəyən zəka. Eşitdiyiniz statın müəllifi kimdir və bu xatirə kiminlə bağlıdır? Axundzadə. Axundzadə statın müəllifidir, yoxsa xatirə onunla bağlıdır? Xatirə. Statın müəllifi Axundzadə. Arifə bir işarə, zəkaya isə bir ipucu. Bəllidir ki, aşıqdır, həm dəyişmələrdən, həm də yazılma üsullarından. 19-cu əsrdə qadın aşıq pəri idi. Cavabım aşıq pəri. Parlaq zəkanın növbəti mərhələsində kimi görəcəyik? Bazar günü səhər saat 11-də.